Ey Azərbaycan xalqı, neftini talayıb Rusiyaya götürən bu alçağın yaxşı baxın üzünə. Birilərinin sevimli Lenin babalarının gizli tapşırıqlarını həyata keçirən alçaqlardan biridir. Milli namusa toxunan əsas məsələlərdən digəri isə 1964-cü ildən 1992-ci ilə qədər Azərbaycanı talayan bu alçağın adının Bakımızın Qaraçuxur qəsəbəsinə verilməsidir. Bəli, yaşlı nəsillər artıq tanıdı. Adı Serebrovskidir. Leninin xüsusi tapşırığı ilə Bakıya gəlmişdi. Sovet Rusiyasının Rockefeller olaraq tanınırdı. Lenin onu az neftə rəhbər təyin etməklə düz, nə az, nə çox 4 milyon ton nefti əbədi və əzəli düşmanımız Rusiyaya göndərmişdi. Özü də Azərbaycanlılara xüsusi nifrəti vardı. 1920-ci illərdə bir barel neftin qiyməti 18 dollar idi. Bu isə ümumilikdə 452 milyon 800 min dollar pul demək idi. Günümüzdəki qarşılığı isə 7 milyard dollar deməkdir. 1920-ci ilin şərtlərini nəzərə salsaq, 15 dənə böyük sənaye şəhəri salmaq olardı. Və yenə də bəli, Lenin babaları işğalın daha ilk ayında Azərbaycanın xirtdəyinə çökmüşdü. Ruslar sosializm adı altında oğurluğa başlamışlardı. Və o günləri çuxuru qara olan Serebrovski xatırlayaraq belə deyirdi. İliç məni yanına çağırmışdı. Bilirdim ki, bu dəvət vacib bir məsələ ilə bağlı olacaq. Həmin ərəfədə yeni qurulmuş SSR-də neft və yanacaq qıtlığı yaşanırdı. Lenin bu problem haqqında mənə ətraflı danışdı və bildirdi ki, Bakıda nə qədər neft ehtiyatı varsa, təcili və itkisiz Rusiyaya daşınmalıdır. Və bu missiyanı mənə həvalə etdi. Serebrovski eyni zamanda 1927-ci ildə əlvan metal, qızıl və platin üzrə baş idarənin rəisi vəzifəsini də daşıyıb. Hər haram yeyənin elə və ya belə qusduğu bir dövrlər mütləq ki vardır. Serebrovskinin qusduğu illər 1937-ci il, tam da repressiya dönəmləri idi. Leninin ucaltdığı haramzadələr digər haramzadə Stalin tərəfindən cəzalandırılmaq üçün içəri alınmışdı. Onu hakimiyyətə qarşı terror diversiya təşkilatçılığında, xarici kəşfiyyat orqanlarına işləməkdə, dövlət sirlərinin xaricə ötürülməsində, NKVD rəhbəri Nikolay Yejova sui-qəsdə cəhdə, vəzifə səlahiyyətlərini aşmaqda, əks-inqilabi fəaliyyətdə itham ediblər. Şəxsi əmlakı müsadirə edilərək güllələnmə hökmü oxunub və Serebrovskini güllələyərək qapqara çuxura atıblar. Tragikomediyaya baxın ki, işğal etdilər, qan tökdülər, taladılar, yox etdilər. Sonra da Azərbaycanın hər yerinə öz cəlladlarının adını verərək kirlətdilər. Və bizlərə bu kirli adları əzbərlədib, qarnımızı tox tutaraq səsimizi kəsdilər. Ancaq hal-hazırki bu səs mədəyə bağlı səs deyil, mədəniyyətə bağlı səsdir. Rus dilinə sarılıb özünü əzməyi sevənlər, elinə sarıl ki, düşmanın beli güclənməsin. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.